Bugün Bakıda Gülüstan Sarayında Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin qeyri-hökumət təşkilatlarının forumu keçirilir. Nəzərinizə çatdıraq ki, forumda 500-ə qədər nümayəndə iştirak edəcək və Gülüstan Sarayının gördüyünüz bu foyesində həmin ölkələrin sərgisi təşkil olunub. Yaxınlaşaq bu stendlərdən birinə, Türkiyənin stendinə və gördüyünüz kimi stenddə həmin ölkənin müxtəlif təyamları, suvenirlər və milli geyimlər, milli ornamentdən ibarət müxtəlif qablar sərgilənib. Əvvəlcə prezidentin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tədbir iştirakçıları ilə birgə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın mədəniyyət nümunələrini əks etdirən stendlərlə tanış olublar. Daha sonra forumun açılış mərasimində Türk dövlətləri arasında mövcud tarixi bağlılığı, ortaq dəyərləri, sıx əməkdaşlıq münasibətlərini, əlaqələrin inkişaf yolunu, perspektivləri nümayiş etdirən video şərh təqdim olunub. Bugün biz qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndirir. Düzdür, coğrafi baxımından bugün bizim aramızda Ermənistan tərkibində olan Azərbaycanın qədim diyarı olan Zəngəzur bölgəsi yerləşir. Ancaq mənəvi baxımdan, siyasi baxımdan və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində Türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bugün reallıqdır, həqiqətdir. Tədbirdə Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına məktubunu oxuyub. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər. Əminəm ki, forum zamanı quracağınız əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Sizi bir daha Azərbaycanda salamlayır, forumun işinə uğurlar arzulayıram. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 24 noyabr 2025-ci il. Açılış mərasimində çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva forumun yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına və ortaq layihələrin sistemli icrasına töhfə verəcəyini vurğulayıb. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı ofisinin rəhbəri Hayrettin Özçelik isə qeyd edib ki, qurumun əsas vizyonu ölkələrin iqtisadi, sosial və humanitar inkişafını təşviq etmək, ortaq tarixi və mədəni irs üzərində gələcəyi formalaşdırmaqdır. O bildirib ki, Bakı ofisi bu istiqamətdə 2000-ə yaxın layihə həyata keçirərək Türk dünyasında əməkdaşlığın genişlənməsinə töhfə verib. Açılış nitqlərindən sonra iki panel müzakirəsi keçirilib. Azərbaycanı Azər Allahverənov təmsil edib. Çıxışçılar Zəngəzur dəhlizinin Türk dünyası üçün strateji əhəmiyyətindən, bu marşrutun region daxili inteqrasiyanı gücləndirən mühüm nəqliyyat və əməkdaşlıq xətti kimi rolundan danışıb, vətəndaş cəmiyyəti institutlarının bu prosesə verdiyi töhfələri vurğulayıblar. Azərbaycan-Qazaxıstan QHT-lərinin birinci əməkdaşlıq forumuna həsr olunan panel müzakirələrində iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Paneldə çıxış edənlər Azərbaycan və Qazaxıstan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsinin regionda vətəndaş cəmiyyətinin inkişafına, sosial layihələrin daha effektiv icrasına və ictimai təşəbbüslərin koordinasiyasına mühüm töhfə verəcəyini bildiriblər. Qeyd olunub ki, gənclərin fəallığının artırılması, sosial innovasiyaların təşviqi, icmaların inkişafı və könüllülük fəaliyyətinin genişləndirilməsi gələcək əməkdaşlığın prioritet istiqamətləri sırasında yer almalıdır. Tədbirin bədii hissəsi isə Azərbaycanın tanınmış incəsənət nümayəndələri və rəqs qruplarının çıxışları ilə davam edib. Türk Dövlətləri Təşkilatı formatında bir çox istiqamətlərdə bir sıra platformalar mövcuddur. 34 platforma fəaliyyət göstərməkdədir və yalnız qeyri-hökumət təşkilatları arasında əlaqələr, yəni bütövlükdə Türk coğrafiyasına bağlayan əlaqələr nisbətən zəif idi. Ayrı-ayrı, misal üçün istiqamətlərə baxdıqda Azərbaycan, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Azərbaycan, Türkiyə dövlət qeyri-hökumət təşkilatları arasında çox sıx
əlaqələr var idi, amma Türk dövlətini bütövlükdə bir araya gətirə biləcək forum yalnız məhz bu gün Azərbaycanda, Bakı şəhərində baş tutdu və bildiyiniz kimi burada birinci çox vacib əsas paneldə müzakirə olunan məsələ Türk coğrafiyasını birləşdirən körpü funksiyasını yerinə yetirə biləcək bir Zəngəzur dəhlizi idi ki, bu Zəngəzur dəhlizi təkcə logistika, təkcə enerji resurslarının daşınması üçün yox, həm də Türk dünyasını bütövləşdirə biləcək bir layihə kimi olduğu bugün çıxışların da məruzələrində xüsusilə göstərildi və diqqətlə çatdırıldı və düşünürəm ki, gələcəkdə bu layihənin də uğurlu şəkildə həyata keçirilməsində eyni zamanda bizim Türk dünyasının qeyri-hökumət təşkilatları da fəal iştirak etməklə bu prosesə öz töhfəsini vermiş olarlar. Naxçıvanda da bildiyiniz kimi bir neçə mövzular üzrə çox vacib deməli panel müzakirələri olacaqdır. Eyni zamanda Naxçıvanda da Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin qeyri-hökumət təşkilatlarının bir platformasının da yaradılması fikri də yer alacaqdır. Yəni bildiyiniz kimi artıq bu istiqamətdə də müəyyən işlər həyata keçirilir. Yenə də nə xoş bizə ki, Azərbaycan bu məsələdə də növbəti bir vacib, Türk dünyası üçün əhəmiyyət daşıyan ilkə imza atmış oldu. Мы сегодня находимся впервые на первом форуме гражданских инициатив. İlk dəfədir ki, bir neçə ölkənin qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birlikdə forumda iştirak edirik. Bu bizim üçün böyük təcrübədir, təcrübə mübadiləsidir. Ən əsası bu tədbir vətəndaş cəmiyyətlərinə verilən böyük dəyərdir. Azərbaycan öz paytaxtında türk dilli dövlətlərin vətəndaş cəmiyyətlərini bir araya gətirib. Vətəndaş birlikləri cəmiyyəti dəyişməyə, düşüncələri dəyişməyə qadirdir. Texnologiya əsrində insanlar bir-birinə qarşı laqeyd olmamalıdırlar, bir-birlərinə anlayış göstərməlidirlər. Bugün bu platforma dediklərim üçün imkanlar yaradır. Tədbirin təşkilatçılığını yüksək qiymətləndirirəm və biz də Qazaxıstanda bu formatdan istifadə edəcəyik. Burada da bulunmaktan Can Azerbaycan ve diğer Türk devletleri kardeşlerimizle bir arada olmak çok bizi mutlu etti. İleriye dönük de onlarla her konuda birlikte hareket etmek, ileriye dönük güzel günlere birlikte ulaşmak çok önemsiyoruz. Biz çok seviyoruz ve aynı kaderleri yaşadığımız için çok seviyoruz diğer Türk devletlerini. Я считаю, что форум тюркских стран. Mən hesab edirəm ki, forum ölkələrimiz arasında dialoqun qurulmasına, bu sahədə tərəfdaşlıq imkanlarının gücləndirilməsinə zəmin yaradır. Biz türk dövlətləri bir-birimizi dəstəkləyirik və bu istiqamətdə əməkdaşlığımızı inkişaf etdirməliyik. Siyasi sahə ilə yanaşı iqtisadi, təhsil sahəsində bir-birimizin təcrübəsindən faydalanmalıyıq. Bu forum bizim üçün, ümumiyyətlə türk dilli millətləri üçün çox əhəmiyyətli bir forumdur. Biz inanırıq ki, bütün türk dünyasından olan, bütün türk dilli ölkələr bizimlə birlik olacaqlar və birlikdə böyük işlər görəcək və türk dünyasının nə qədər güclü olduğunu hər kəsə göstərəcək. Qarabağdakı ərazilərimizdə belə layihələr olub, Bakıda olub, KOP dövründə olub və s. İndi də Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu Bakıda bugün keçirilir və mən elə hesab edirəm ki, həm Azərbaycanın tarixində, müasir təbii tarixində, həm də forumun özünün tarixində ilk böyük bir tədbirdir. 500 nəfərdən çox nümayəndə iştirak edir və Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər, həm də müşahidəçi kimi Macaristan nümayəndəsi də buradadır, Şimali Kiprin nümayəndəsi də buradadır və böyük bir möhtəşəm tədbirdir. Aynur Nadir qızı, ATV Səyyad, Elşad Heydərov, NTV Xəbər Bakı.